İdman növü məndə çox təsadüf nəticəsində oldu. İdman növü axtarırdım. İdman akademiyasına getdim. Orada mənim hal-hazırdakı məşqçim Zenfira Qəhrəmanova məni gördü. Səndə çox yaxşı alınacaq, gəl bizim idman növünə. Elə yoxladım, elə birinci aydan yarışlara çıxmağa başladım. Birinci getdiyim sərbəst güləş olubdu. Qardaşlarımla maraq üçün getmişəm. Sonra orada judo zalı var idi, judoya getdim. Güləşçilərdə qızlar yox idi deyə, judo zalında qızların olduğuna görə judonu seçdim. Orada çox getmədim. Bir ay maksimum getdim, sonra isə rəssamlıqla məşğul olmağa başladım. Maraqlıdır. Deməli, 3 ay məşğul olurdum. Heç vaxt 18 metrə atmamışdım. Baş məşqçimiz Natiq Fəzilov mənə yeni oxlar gətirdi. Yarış zamanı 18 metrəyə atmışam. Çox qəribə hisslər idi. Ayağımı hiss eləmirdim də, çox həyəcan var idi. Düzdür, 100 xal yığmadım, amma yəni təcrübə oldu mənim üçün. Ondan sonra davam elədim, yəni yüksək nəticələr əldə etməyə başladım. Mən bir xanım olaraq, yəni burada çətin heç nə görmürəm, çünki uşaqlıqdan bəri idmanla məşğul olmuşam. Psixoloji tam hazır olduğuma görə, güclü olduğuma görə, yəni bu növdən davam eləmişəm. Yarışdan əvvəl psixoloji proseslər gedir, ailəmlə danışıram, yoldaşımla danışıram, bir-birimizə dəstək oluruq. Sırf yarış vaxtı kitab oxumağa üstünlük verirəm, xırda rəsm çəkməyə üstünlük verirəm ki, biraz yarışdan kənarlaşım. Sırf yarış vaxtı, amma yəni ona fokuslanım. Mənim ən böyük dəstəkçim ailəmdir. Yəni sırf yarış vaxtı gedirsə söhbət, orada maksimum güclü olmağa çalışıram. Yəni yarışa çıxmışamsa, mən bunu bacarmalıyam, etməliyəm bunu. Yəni orada zəiflik göstərməməliyəm. Yarışda məğlub olanda əlbəttə ki, hər insan kimi məyus oluram. Bunu edə bilərdim, edə bilmirsən deyə. O da səndən asılı deyil. Yəni ətalət idman növü olduğuna görə atdığın oxlar eyni zamanda atırsınız, düzdür. Ancaq alınmaya bilir yəni bəzən bunlar. Yəni bizdə elədir, şans idman növüdür. Yəni evlənənə qədər heç nə bacarmırdım yemək barəsində, yemək bişirmək barəsində. Amma bir ildir evlilik həyatımda, yəni yemək bişirməyi super dərəcədə öyrənmişəm. Yəni heç vaxt biz publika ilə atmırdıq. Lisenziya uyğurunda atışlarımızda da publika ilə, amma orada ancaq idmançılar idi, tamaşaçılar. Amma bu səfər fərqli, bütün dünyadan gələn insanlar elə bir səni izləyir. Özünüz də baxdınızsa da, yəni görürdünüz ki, yuxarıdan necə insanlar oturub, insan qəribə duyğular bəsləyir orada. O hisslər möhtəşəm hisslərdir. Bütün idmançıları arzu edərdim ki, orada olsunlar. Hamiləlik zamanı orada iştirak etmək möhtəşəm duyğu idi. Həm psixoloji, həm mənəvi hazır hiss edirdim özümü. Yəni çox gözəl bir hiss idi orada iştirak etmək. İlk dəfə kamanı əlimə alanda çox duyğulu deyildim. Çünki oradakı yay professional yay deyildi. Ata-babalarımızdan gördüyümüz yay, sanki özümüz düzəltmiş kimi bir kaman idi. Çünki orada pritsel, digər ləvazimətlər yox idi, sadə idi çox. O maraqlı gəlməmişdi. Amma müəllimim məni çox təriflədiyinə görə, yəni maraqlı gəldi, davam elədim. Elə sırf 3 aydan sonra da yarışa çıxdım. Gələcəkdə övladım məni izləsə, düşünürəm ki, o da idmançı ola bilər. Əlbəttə ki, istəyərdim ki, o da idmançı olsun, rəssam olsun. Yəni fərq etməz. O haraya getsə biz onun arxasınca gedəcəyik. Güc yalnızca qol gücü deyil. Burada iradə, sevgi, yəni tutduğun sahədən asılı olmayaraq, hansı yolda gedirsənsə, sabit qalmağındır. Azərbaycan xanımlarına bugünkü gündə demək istəyərdim ki, qarşılarına məqsəd qoysunlar və bu məqsəd uğrunda addımlasınlar. Yəni mən də rəssamlıqla məşğulam, həm idmanla olsa da, o da rəssamlıqla, heykəltaraşlıqla məşğuldur. Yəni sahələrimiz üst-üstə düşdü, fikirlərimiz həmfikir olduq. İlk dəfə sərgi salonunda tanış olmuşduq. Baxmayaraq ki, eyni ildə o bitirirdi, mən qəbul olmuşdum. Təsadüf nəticəsində sərgilərə çox getdiyimizə görə orada gördük. Sonra danışmağa başladıq. Amma çox danışmırdıq da. Yəni ildə bir dəfə salam sağ ol kimi. Ailə həyatının çətinliyi də olur, düzü. Qadağalar deməzdim, məsləhətli yol tapmağa çalışırıq. Paris Olimpiyonlarında istərdim ki, yoldaşım, ailəm yanımda olsun. Ancaq ki, viza filan söhbətlərinə görə elə də alınmamışdı. Amma inşallah 2028 Los Angeles Olimpiyonlarında istərdim ki, qızım da, yoldaşım da yanımda olsun. Ailəm yanımda olanda tam özümü rahat hiss edirəm. Gələcəkdə həm idman, həm rəssamlıq sahəmdə özümü aşmaq, daha da inkişaf etdirmək
və yeniyetmələrə, gənc qızlarımıza, oğlanlarımıza istərdim ki, yol göstərim. Gənc qızlarımız qarşılarına məqsəd qoysunlar, əlbəttə ki, bu yolda addımlasınlar, daha çox kitab oxusunlar. Yəni kitab oxumaq çox gözəldir. Hal-hazırda oxuduğum kitab yoldaşımın hədiyyəsidir. Nietzsche yazıbdı. Zərdüşt belə deyirdi, adlanır. Heç vaxt bacarmayacağım bir şey yoxdur. Əslində bilirəm ki, bunu bacarmayacağam, bilirəm bunu. Amma o işi götürürəm, yəni axıra qədər gedirəm. Məsələn, bir iş götürmüşdüm, böyük iş idi, rəssamlıqla bağlı. Bilirdim ki, bunu bacarmayacağam, çünki çox böyük idi. Amma yəni üstəsindən gəlməyi bacardım. Göz yaşına boğan məni oldu Avropa oyunlarına lisenziya qazanmağım. Lisenziya qazananda çox sevinmişdim. O qəribə bir duyğudur. Bilmirsən ağlayasan, bilmirsən güləsən. Bir anlıq sevinc olur, sonra rahatlıq olur, sonra boşluq olur ki, yəni mən bunu edə bildim. Evdə də, çöldə də uşağa ancaq mən baxıram, ancaq məşq zamanı yoldaşım, ailəm kömək olur mənə. Ailə, uşaq, rəssamlıq, idman, hamısının üst-üzə gəl, yemək bişirmək, hamısını çatdırmağa çalışıram, yəni gün ərzində. Kamera insanı biraz çərçivədə saxlayır, biraz ciddi olmağı göstərir. Amma kamera arxasında Yaylagül tam səmimi, tam sadə insandır. Qələbə qazandığım an ilk sevinc olur, sonra rahatlıq olur ki, sən bunu bacardın, sonra boşluq olur ki, sən bunu edə bildin. Əlbəttə ki, qələbə son deyil, yeni bir başlanğıcdır. Paris Olimpiya oyunlarından sonra biraz sosial şəbəkələr filan hamısı üst-üstə gəldi. Yəni hamı üstümə gəlirdi, belə deyək. Yəni məşhur kimi hiss etmirəm özümü. Yəni elə bir heç nə dəyişməyib həyatımda. Ana olacağımı öyrənəndə ilk yoldaşımla paylaşdım. Ancaq biz bunu istəmirdik ki, hər kəs bilsin. Hər kəs deyəndə, yəni çox insan bilməsin. Ancaq həyat elə gətirdi ki, bunu bütün dünya bildi. Yarış zamanı uşağımın hərəkət hiss etdiyini deyirlər. Ancaq ki, bu yarış zamanı olmadı. Bu Çinli jurnalistin səhv anlaşılmamazlığı nəticəsində paylaşdığı bir xəbər oldu və belə də davam etdi. Ürəyimdə kaşki ilə başlayan o qədər oldu ki, ən son deyərdim ki, Olimpiya oyunlarında iştirak eləyəndə uduzmağım. Yəni kaşki edərdim ki, uduzmayaydım. Amma mən Olimpiya oyunlarına gedib çıxmışam, bunun özü belə böyük uğurdur. Yəni orada dünyanın ən güclü idmançılarıdır. Qismət bəlkə də Los Angelesdə qızıl medal mənim olacaq. Güc bəzən haqlı olduğun halda səssiz qalmaq, bəzən isə hər kəsin susduğu yerdə səsini qaldırmaqdır. Mənim üçün güc hisslərini idarə edə bilmək, amma həqiqəti söyləməkdən də çəkinməməkdir. Hər iki hal, həm səssizlik, həm səs güc deməkdir. Ümumilikdə kamandan ox atma bizə nəyi öyrədir? Səbri, güclülüyü, iradəni, hədəfə fokuslanmağı, konsentrasiyanı, ana olmaq məsuliyyəti öyrədir. Məktəb vaxtı da idmanla məşğul idim, ancaq düşünməzdim ki, Olimpiya oyunlarına qədər gəlib çıxa bilərəm. Çünki sən ağıllısan və bunu bacara bilərsən. Qızlara demək istərdim ki, siz də bacara bilərsiniz. Bu yolda davam eləmək lazımdır. Sadəcə siz də ağıllısınız, siz də gözəlsiniz. Psixoloji güclü olmaq lazımdır bu həyatda. İdmana çox gec yaşda başlamışam, 21 yaşımda başlamışam. Çox insanlar deyir ki, bu gecdir sənin üçün, yəni boşuna zaman itirirsən. Düzdür, çox gec yaşımda başladım və gec nail oldum Olimpiya oyunlarına lisenziya qazanmağına. Ondan əvvəl də qazana bilərdim, ancaq ki, ən güclü idmançı mənə düşmüşdü orada. Xal hesablarıma görə 6-4 uduzmuşdum orada, çox təəssüf hissi ilə. Qəribə bir duyğudur. Məktəbli Yaylagülə demək istəyərdim ki, qarşına məqsəd qoy və bu yolda addımla, əlbəttə ki, bir gün alınacaq səndə.